Ərəfə günü istisnai, xüsusi bir gündür. Hədisdə var ki, bir adam Qədr gecəsində bağışlanmasa, Allah onu heç vaxt bağışlamaz il ərzində. Bağışlanmaqdan ümidsüzdür. O adam ki, Qədr gecəsində bağışlanmayıb. Amma bir gün fürsət var. Qədr gecəsində bağışlanmayanlar üçün bir gün fürsət var. O da Ərəfə günüdür. Ərəfə günü Allah günahkarları bağışlayır. O günahkarlar ki, Qədr gecəsində özlərini bağışlatıra bilmədilər. Bağışlanmayan günahkarları Ərəfə günündə Allah bağışlayır. Bir tövsiyə də var, alimlər deyir ki, başqa insanları, başqa möminləri çox dua eləyin. Ərəfə günündə hədisdə var ki, bir mələk də yanır insanın başı üzərində, insan başqasını dua edərkən nida eləyir ki, onun neçə bərabəri sənin özü olsun. Nə ki, dua eləmişdin, ondan artığını özü qəbul edirlər. Ümumiyyətlə, bizim dinimiz həm dərdli din.